Gələn il üçün Azərbaycanda ehtiyac meyarı və yaşayış minimumu artırılacaq. Bu, Milli Məclisin ötən gün keçirilən iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında qanun layihəsində əksini tapıb. Gələn il üçün yaşayış minimumu və ehtiyac meyarı 285 manatdan 300 manata çatdırılır. Məlumat üçün bildirək ki, yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Minimum istehlak səbəti əhalinin əsas sosial-demoqrafik qrupları üzrə bir nəfərin və ya ailənin xərc maddələri üzrə formalaşdırılır. Qeyd edək ki, Azərbaycanda yaşayış minimumu üzrə hər il cüzi miqdarda artımlar qeydə alınır. Məsələn, 2017-ci ildə bu rəqəm 155 manat, 2018-ci ildə 173 manat, 2019-cu ildə 180 manat, 2020-ci ildə 190 manat, 2021-ci ildə 196 manat, 2022-ci ildə 210 manat, 2023-cü ildə 246 manat, 2024-cü ildə 270 manat, cari ildə isə 285 manat olub.